Kirayələr olduqca bahadır. Mənim kimi bir qrup insanlar var ki, 220 manat 50'lik pensiyası alır. İnsan onu çörək alsın, yoxsa kirayə versin, yoxsa ömür boyu mənim 53 yaşım var, mən ev eşiği ola bilmədim. Ziyafət Abbasova kimi aztəminatlı şəxslər var ki, ev almağa çətinlik çəkirlər. Mənzil məcəlləsində edilən dəyişikliyə əsasən həm dövlət, həm də bələdiyyə nəzdində olan sosial mənzil fondu hesabına aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan şəxslərə sosial kirayə müqavilələri ilə yaşayış sahələri veriləcək. Aztəminatlı vətəndaşlarımız yaşadıkları ərazidə yerli icra hakimiyyəti orqanlarına və ya bələdiyyələrə müraciət etməklə qeydiyyata düşə bilərlər. Nəzərə alsaq ki, sosial mənzil fondunda mənzil almaq üçün yalnız bir dəfə qeydiyyata düşmək mümkündür. Yəni o demək ki, hər bir vətəndaş və ya ailə sosial mənzil fondundan bir dəfə müraciət edib əldə etmək imkanına malikdirlər və nəzərə alsaq ki, sosial mənzil fondu daha çox icra hakimiyyəti orqanların sərəncamında olur və onların tabiçiliyində olan əmlak sosial mənzil fondu kimi istifadə olunur. O baxımdan daha məqsəd uyğundur ki, vətəndaşlarımız yaşadıkları ərazilərdə, rayonlarda və ya şəhərdə icra hakimiyyəti orqanlarına müraciət edərək sosial mənzil almaq məqsədi ilə qeydiyyatdan keçsinlər. Qeyd edək ki, aztəminatlı şəxslərin sosial rifahına yönələn bu dəyişiklik vətəndaşın hər hansı bir ödəniş etmədən və aylıq kirayə pulu ödəmədən ev sahibi olmasına şərait yaradır.